Azərbaycan səhiyyə sistemində uzun illər xidmət göstərmiş peşəkar və nümunəvi həkimlərdən olan Gülara Xəlilova vəfat edib. Mətbuat az xəbər verir ki, bu acı xəbəri Abşeron rayon Mərkəzi Xəstəxanası ictimaiyyətə açıqlayıb. Məlumatda bildirilir ki, mərhum həkim Xırdalan Ailə Sağlamlıq Mərkəzində uzun illər terapevt kimi çalışıb və həkim kollektivin həm də xəstələrinin dərin hörmətini qazanıb. Gülara Xəlilova çalışdığı müddət ərzində peşəsinə bağlı, qayğıkeş və vicdanlı bir həkim kimi tanınıb. O, illərlə, yüzlərlə insanın sağlamlığına qovuşmasında əvəzsiz xidmətlər göstərib. Xəstələrinə yalnız tibbi yardım deyil, mənəvi dəstək göstərməsi ilə də seçilən mərhum həkim həmkarları və xəstələri tərəfindən daim ehtiramla xatırlanacaq. Abşeron Tibb Mərkəzinin yayımladığı məlumatda qeyd olunur ki, Gülara Xəlilovanın itkisi təkcə ailəsi və yaxınları üçün deyil, həm də bütün səhiyyə ictimaiyyəti üçün ağır və sarsıdıcıdır. Allah rəhmət eləsin mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüzünlə başsağlığı veririk. Onun əziz xatirəsi daim yaddaşlarda qalacaq.